Salam əziz abituriyentlər, bugün sizlərə hər gün 10 sual testimizin sınaq 12 izahını verəcəm. Birinci sualda qeyd olunur ki, tərəfləri 12, 15 və 18 olan üçbucaq verilmişdir. Kiçik tərəflərə toxunan və mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzinin bu tərəfdən ayırdığı böyük parçanın uzunluğunu tapın. Kiçik tərəflərə toxunan deyirsə, yəni toxunan isə bunlardır. Birini götürməliyəm mən 12, birini 15 götürməliyəm. A-dan C-yə qədər olan məsafə ümumi 18-dir. Məndən burada soruşur ki, bu tərəfin ayırdığı böyük parçanı ya bu A-dan O-ya istəyir bizdən, ya da O-dan C-yə ikisindən birini istəyir də. Məsələn, bura x yazıram. Onda bu hissəyə qalacaq 18 çıxılsın x. Bu B-dən O-ya qədər məsafə çevrənin mərkəzindən keçdiyinə görə bu adlanacaq artıq tənbölən. Tənbölən xassəsinə görə yaza bilərik ki, 12 bölünsün 18 çıxılsın x bərabərdir 15 bölünsün x. Buradan 12 və 15-i ixtisar eləsək 3-ə, burada 4, burada 5 qalacaq. Çarpaz vursam 4x-ə vuranda 4x eləyəcək. 5-i 18-ə vurdum 90, 5-i x-ə vurdum 5x. 4x mənfi 5x sola gətirəndə plus 5x bərabərdir 90-a. 9x bərabər 90-a, x bərabər oldu 10-a. Şəkildə gətirirəm, x-in yerinə 10 yazıram. Burada 10 yazanda öz yerinə qiymət qalacaq. 18-dən də 10 çıxanda 8 qalır. Böyük parçanın uzunluğu soruşuna görə düzgün cavab olacaq burada 10. Sonra sual 2-də. Adi parçası ABC üçbucağının tənbölənidir. AC 20, AB 16 olarsa və DC minus BD 2-dir. Bizdən soruşur nəyi? BD-nin uzunluğu nəyə bərabərdir? Əvvəlcə üçbucağımızı çəkək. Adlandıraq. AD tənbölən deyə buradan götürürəm. A, B, C, AD tənbölən. Tənbölən demişdik ki, bucağı yarıya bölür burada. AB 16, AC 20. Burada qeyd olunub ki, DC çıxılsın BD. DC çıxılsın BD bərabərdir 2-yə. Bizdən BD-ni soruşur. BD-yə x yazıram o zaman burada. Alınır onda DC çıxılsın x bərabərdir 2-yə. DC bərabər olacaq. Mənfi x sağa aparanda 2 üstəgəl x eləyəcək. Deməli, BD-nin üstünə x yazmalıyam. DC-nin də üzərinə 2 üzərinə gəl x yazmalıyam. Yenə tənbölən xassəsinə görə 16 bölünsün x bərabərdir. 20 bölünsün 2 plus x olacaq. Buradan da 16 ilə 24-ə ixtisar eləsəm, burada 4, burada 5 qalacaq. Çarpaz vursam, x-i 5-ə vuranda 5x eləyəcək. 4-ü vururam 2-yə 8, 4-ü x-ə vuranda 4x. Buradan 5x çıxılsın 4x bərabərdir 8-ə, x bərabər oldu 8-ə. BD-ni soruşur, cavab oldu 8. DC-ni soruşsa, bura 8 yazsam 2 plus 8 10 eləyərdi. Düzgün cavab oldu amma 8. Sual 3-də. Üçbucağın uzunluğu A tərəfinə olmalıdır. Burada alfa kimi düşüb. A olan tərəfinə paralel olan xətti, orta xətti B-dir. A çıxılsın B 5 olarsa, A-nı tapın deyir. İndi eləyəcəm. Bilirik ki, burada orta xətt tərəfin yarısına bərabərdir. Yəni, A 2 dənə B-yə bərabər olmalıdır. A 2 dənə B-yə bərabər olmalıdır. Yəni, bura B-dirsə, onda bura 2B olmalıdır. Yəni, ona görə A bərabərdir 2B oldu. Gətirək burada yerinə yazaq. A-nın yerinə yazıram 2B minus B bərabərdir 5-ə. Buradan B-nin qiyməti bərabər oldu 5-ə. B 5-dir. Məndən sən A-nı soruşur. Gətir burada yerinə 5 yazıram. 2-ni də 5-ə vuranda A da eləyəcək 10. Sonra sual 4-də. Üçbucağın orta xətti paralel olduğu tərəfdən 4,6 sm kiçikdir. Bu olsun bizim üçbucağımız. Bu da onun orta xətti. Bir orta xətt, bura x-dir. Paralel olduğu tərəfdə qarşısı 4,6 sm kiçikdirsə, bura yazmalıyam x plus 4,6. Yəni, bura daha böyükdür. Məlum məsələdir ki, 4,6 ilə x-in cəmini yarı böləndə, yəni bunun yarısı bizə buradakını verməlidir də. Orta xəttin tərəfin yarısına bərabərdir axı. Bərabər x-ə. Çarpaz vursam, 2x bərabərdir x plus 4,6-ya. Buradan 2x-dən x-dən çıxanda x bərabər olub 4,6-ya. Bizdən soruşur ki, bu üçbucağın oturacağı ilə orta xəttin cəmini tap. X-in yerinə burada 4,6 yazmalıyam. 4,6 ilə 4,6-nı toplayanda 9,2. Burada 4,6-ın üstə var idi. Bunların cəmini soruşur. 9,6 plus 4,6 daha doğrusu 9,2 plus 4,6. Toplayanda 13,8 eləyəcək. Sonra sual 5-dən. ABC üçbucağının
A və B təpələrindən çəkilmiş tən bölənlər D nöqtəsində kəsişirlər. Deməli, yəni tən bölənləri çəkək. A-dan və çəkilib hardan? B-dən. Deməli, bir tən böləni çəkirəm A-dan, birini də çəkirəm B-dən. Bir D nöqtəsində kəsişirlər. Yəni, onda biz ortaya bir D nöqtəsi yaza bilərik. Bunların kəsişdiyi yerə. Sual verib ki, bizə B bucağını tapaq, ABD-ni. Amma ACB-ni verib 50. A bura, C bura, B də bura. Yəni, bura olacaq onda 50. Sonra nə verib mənə? A, B, D bucağını tapın deyir. Yəni, buranı tap deyir. Və bu hissəni. İndi belə deyəyin də. Məsələn, biz burada bu iki hissəyə bölə bilərik. Tənbəlin ona görə yarı bölünəcək. Alfa, alfa. Yenə burada beta, beta olaraq bölünür. Məlum məsələdir ki, üçbucağın bucaqlarının cəmi 180 eləməlidir. 2 alfa üzərinə gəl 2 beta üzərinə gəl 50 bərabərdir 180 yazmalıyam. Buradan 2 alfa üzərinə gəl 2 beta bərabərdir 180-dən 50-ni çıxanda qalacaq 130. Onda yazıram alfa üzərinə gəlinsin beta bərabərdir nəyə? 65-ə 2-yə bölürəm də elə bil ki. Əslində burada sualın şərtində ABD yox. ADB soruşmalı. ADB soruşmalıdır. Belə olmalıdır. Yəni, buranı soruşmalıdır bizdən. Bu hissəni. Ondan olacaq. Alfa ilə betanın cəmi 65-dir. Buradakı bucağa x yazıram. X soruşur bizdən. Biz də bilirik ki, bunların cəmi 180 eləməlidir axı. 180-dən çıxmalıyam 65-ini. Qalacaq 115 dərəcə. Sual 6-da. Deməli, burada qeyd olunur ki, AC, BD, daha doğrusu AB düz xətləri kəsişirlər. ABC bucağının alfa xarici bucağını tapın. İndi baxıram bura. Bu 40-dırsa, qarşısı da olacaq 40. Demişik ki, üçbucağın bir dənə xarici bucağı özünə qonşu olmayan, yəni bura ilə buranın cəminə bərabərdir. Onda alfa bərabərdir. 104 üzərinə gəlinsin 40. Eləyəcək 144 dərəcə. Sual 7-dən. Üçbucağın iki tərəfi 5 və 9 perimetri hansı ola bilməz deyir. Gəlin belə deyəyin də. 5, 9 üçüncü tərəfə x yazıram. Məlum məsələ üçbucaq bərabərsiyində 5 ilə 9 toplayırıq 14. 9-dan 5 çıxırıq 4 qaldı. İndi elə bil ki, burada ən kiçik qiymət x-də olacaq 5. Ən böyük qiymət də olacaq 13. Perimetri birincini tapanda 5-i, 9-u və buradan tapdığım ən kiçik qiymət 5-i toplayıram. Əslində burada 5 bu şərti ödəmir. Baxım görüm, üçbucaq bərabərsiyinə görə deyirəm. Məsələn, ortaya 5-i yazsam, eləyəcək, bərabər yanlış bucaq ola bilər. İndi deməli, burada yazdım. Bunun perimetr eləyəcək neçə? 19. Perimetrin ən böyük qiymətini tapanda 13 yazdıq yerinə. 5-i, 9-u, 13-ü toplayıram. Eləyəcək neçə? 27. Deməli, 19 ilə 27 aralığında perimetr ola bilər. Nə ola bilməz? 19-dan kiçik ola bilməz. 27-dən də çox ola bilməz. 19-dan kiçik olan hansı variantdır? A variantı. Deməli, perimetr A variantına bərabər ola bilməz. Onsuz da tərəfləri 5-dən 4-dürsə, 9-dan 5-dirsə, 9 üstəgəl 5 adicə 14 eləyir. 14 üstəgəl x bunun perimetridir. 14-ün üstünə nə gəlsəm 12 eləyəcək heç nə. Deməli, ona görə 12 perimetr olaraq götürə bilmərik. Sual 8-də. Perimetri 18 olan üçbucağın medianlarından biri bu üçbucaq. Median dediyinə görə çəkirəm bunu. Bura A olsun. Bura B. Burada C yazıram, burada C yazıram. Çünki median gəlir qarşı tərəfi yarıya bölür axı çəkildiyi tərəfi. Median alda M hərfi yazıram. Deyir, bunun perimetri 18-dir. Perimetr deyəndə bu öz üçbucağı, böyük üçbucağın perimetrini tapıram. Olacaq A, üzərinə gəl B, üzərinə gəl. Burada var 2 dənə C. Bu bərabərdir 18-ə. Sonra deyir ki, birinin perimetri 12-dir, digərinin perimetri 16-dır. Bu üçbucaqlara ayırdı.
Birinci mən baxıram, bax bu sarı rənglə göstərdiyim bu üçbucağın perimetrinə. Bunun perimetri deyəndə tərəflərini toplamalıyam. Yazıram onda A üzərinə gəlinsin M, üzərinə gəlinsin C. Bu bərabərdir 12-yə. İndi baxıram bu qırmızı üçbucağın perimetrinə. Bunun tərəflərində isə var B üzərinə gəlinsin M, üzərinə gəl C. Bu da bərabərdir 16-ya. Bu ikisini tərəf-tərəfə toplasam, A ilə B-ni toplayanda A üzərinə gəl B, C-ləri toplayanda olacaq 2C, M-ləri toplayanda eləyəcək 2M. Bərabərdir. Bu 16 ilə 12 ilə toplayanda 28. İndi bax, A, B, 2C-nin cavabı hazır bizdə 18 var idi. Gətirib burada yerinə yazıram. 18 üzərinə gəl 2M bərabərdir 28-ə. Buradan da 2M bərabərdir 18-dən 28-dən 18 çıxanda qalacaq burada 10. M də bərabər olacaq 5-ə. Deməli, medianın qiyməti 5-ə bərabər imiş. Uzunluğunu soruşurdu. Sual 9-da ABC üçbucağında BD tənböləndir. Deməli, bir dənə əvvəlcə ABC üçbucağını çəkək. Deməli, A, B, C üçbucağında BD tənböləndir. Tənbölən məlum məsələdir ki, burada yarıya bölünür. AB 10-dur, BC 5-dir, AD 8-dir, CD X-dir. Qayda nə ilə tənbölənir? 10 bölünsün 8, 5 bölünsün X-ə. Çarpaz vursam 10X-ə vuranda 10X, 5-i 8-ə vuranda 40. X də bərabərdir 40, 10-a böləndə 4 qalır. Bura oldu 4. Mənə nəyi soruşurlar? C-dən. Cavab olacaq deməli 4-ə bərabər. Sual 10-da. Tərəfləri 7, 24 və 25 olan üçbucağın böyük tərəfinə çəkilmiş medianı tapın. Yəni uzunluğunu soruşur da, medianın uzunluğunu. Yenə üçbucağa baxaq. Tərəflər deməli 7, 24, 25-dir. Məndən soruşur ki, böyük tərəfinə çəkilmiş median. Böyük tərəf 25-dir. 25-ə çəkilmiş bu medianın uzunluğunu soruşur. Median düsturu belə idi də bizdə. Median bərabərdir. Hansı tərəfə çəkilirsə, ondan başlamaq lazımdır da burada. Yəni, onu yazıram, ən sona cavab olaraq yazmalıyam. Məsələn, A tərəfinə çəkilirsə, bura A yazıram. 2 onda B kvadratı, üstə gəl 2C kvadratı. A-ya çəkildiyinə görə ən sonda çıx A kvadratı yazmaq lazımdır. İndi 25-ə çəkildiyinə görə ən sona 25 yazmalıyam. M bərabərdir 2-də 1. 2 vurulsun 24-ün kvadratı. Üzərinə gəl 2 vurulsun 7-nin kvadratı. Çıxılsın 25-in kvadratına. Bunu hesablayıb cavabı tapmalıyıq. 2-də 1 qalsın öz yerində. Burada belə deyək də 24-ün kvadratı deyəndə olacaq 576. Bunu 2-yə vurmalıyam da. 500, 1000, 100, 2 dəfə 6, 12, 150, 12, 1500, yox 1152. 1152. Üzərinə gəl. 49 eləyir 7-nin kvadratı. 2-yə vuranda 98. Bu da 625 eləyir də. 25-in kvadratı 625 eləyəcək. Bu da bərabərdir. 2-də 1 qalsın öz yerində. İndi 1152-nin üzərinə 98 gəlsəm, 2, 0, 1250. Bundan da 625-in çıxmalıyam. 1250-dən 625 çıxanda elə 625-in özü qalır. Bu da bərabərdir 2-də 1. 625-dən kök çıxacaq 25. 25-i də 2-yə böləndə qalacaq cavabımız 12,5. Bu da oldu medianın uzunluğu.